Əlfəddin müəllim, bu videoda kommunizmi bitirəcəm. Zaten kommunizm bitir. Belə bir film var. Gəlin o filmin fraqmentini bir yerdə izləyək. Size Diyarbakır'dan selam getirdim. Ve aleykümselam. Var olsun yoldaşlar. Bu filmə baxmısan Əlfəddin müəllim? Bəli, görmüşəm. Demək, filmdə şəhərdən bir tələbə gəlir, yəni orada oxuyur və kommunist ideyasına sahibdir, ideologiyasına sahibdir. Və burada kənddə də müəyyən kommunist dostları var ki, onlar da bir eyni ideologiyaya sahibdirlər. Və gəlib həmin şəxslərə onların şəhərdə yaşayan kommunistlərin salamını çatdırır və deyir ki, dostların sizə salamı var. Qayıdıb həmin kommunistlərdən biri ona belə cavab verir ki, "Və aleyküm salam." Bu da İslamın adət-ənənə, ürfə aid bir salamdır ki, həmin anda salam verəndən sonra digərlər ona qəribə baxırlar və deyirlər ki, bu salam hara, bizim kommunist ideologiyamız hara. Və həmin adam qalib deyir ki, var olsun yoldaşlar. Yəni bu filmdə əslində kommunizmin əksinə bir işarə var. Yəni bir necə deyək, əks arqument var. Müxtəlif ideologiyalar vardır ki, ideologiyanı dəyişmək asandır, müxtəlif ideologiyalara sahib olmaq asandır. Yəni zəif ideologiyalardan söhbət gedir də, onları dəyişmək. Fərqi yoxdur. Yəni ideologiyanı dəyişə bilərsən. Sən fərqli ideologiyalara sahib ola bilərsən. Amma sən bunu unutmamalısan ki, bir mədəniyyətdə, bir ürfdə dünyaya gəlmisən və sən nə qədər fərqli ideologiyalara sahib olsan belə bu mədəniyyət, bu ürf sənin ruhunu hopmuşdur. Yəni burada da bir mesaj verir ki, kommunizm və bu cür ideologiyalar bu şərq insanı üçün deyil. Şərq insanının ruhu, şərq insanının mədəniyyəti, ürfü tamamilə başqa cür formalaşıbdır. Yəni bu videoda kommunizm. Yəni şərq insanı daha çox istiqanlıdır da, belə deyək. Bəli, şərq insanı daha çox istiqanlıdır. Bu filmdə kommunizmin şərq insanının ruhuna, formasına uyğun olmadığını sübut edir. Yəni göstərir bir növ. Yəni orada Ali və aleyküm salam deməyi ilə, yəni o özü istəmədən belə şərqliyini göstərir orada. Ona görə əksər alimlər, bir çox siyasət alimləri, və ya filosoflar deyə bilər ki, kommunizm şərq insanı üçün deyil. Yəni bunu gətirib burada tətbiq etmək də düzgün deyil. Belə incə toxunuşa görə sizə təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Əgər istəyirsinizsə növbəti videolarda bu cür filmlərə şərh verək, yorumlarda bildirərsiniz.